Bu günləri Qavlus Pay olan sayğaclara necə kartla pul işləmək olar onu öyrənəcəyik. Deməli, narıncı düyməyə toxunuruq. Toxunduğumuz zaman müxtəlif menyular gəlir. Gəlirik biz X2, X1, X0, B, A. Burada off olmalı. Əgər burada off yazılıbsa, hər şey qaydasındadır. Əgər burada off deyilsə, onda mavi düymə köməklə bunu off edirik. Əgər off-dursa, deməli, hər şey qaydasındadır. Gedirik A, X9, X8. X8 menüsünə çatdıq, burada qeyd olunur. Arzu düyməyə basmaqla X8 bölməsini seçin, mavi düyməyə basmaqla X aktiv edilir. Ondan sonra kartı yaxınlaşdırırıq. Kartı yaxınlaşdırdıqdan sonra mavi düyməni basıb saxlayırıq. Birinci X8 yanıb sönəcək. Ondan sonra ümumi ekran yanıb sönəcək. Ondan sonra isə yüklənən məbləği biz ekranda görəcəyik. Gördüyünüz işləndi.